Bu gördüğünüz market dominasiyasıdır. Azers indikator kimi istifadə etdiyimiz bir qrafikdir. Yəni ki, top 10 əsas kriptolar çıxmaq şərti ilə geridə qalanların hazırdakı market dominasiyası. Əgər biz bu qrafikə diqqətlə baxsaq, görərik ki, məsələn, 2017-də alt sezon başlamazdan öncə bu hissədə fikir versəniz 60%lik bir damp var ki, hansından sonra ki artıq yüksəliş öz sürətini götürür. Və yaxud da gəlsək 2020 sonlarına, hansı ki 21 sezonun başlamasından öncə belə bir düşüşü siz görürsünüz və paralel olaraq da onu deyim ki, ümumiyyətlə bu mənim fikrimcə son dəfədir ki, artıq sezon bu cür təkrarlanır. Bundan sonraki 4 illik artıq periodlar da olmayacaq. Ümumiyyətlə ayı buğa sezonları da artıq dəyişəcək. Çünki dövlət səviyyəsində artıq təşkilatlar daxil olur bu sektora. Əsasən də Amerika bütün rəsmiləşdirmə aspektindən baxsaq, artıq kripto son dəfə həmin bu 4 illik sezonunu həyata keçirib reallaşdıracaqdır ki, hal-hazırda da bizim təcrübə edəcəyimiz növbəti alt sezon bəlkə də mənim fikrimcə tarixdəki ən absurd yüksəliş olacaq. Çünki statistik göstəricilər də baxanda hardasa təqribən 2028, 2029, 30, bəlkə də 2027-dən olacaq böyük bir krizis gəlir, böyük bir düşüş gözlənilir. Hər 18-19 ildən bir bu təkrarlanıb zaten. Axırıncı dəfə baş verən 2008-dəki ipoteka krizisi idi və bu krizis öncəsi də bütün bazarları absurd şəkildə yüksəldəcəklər, tarix boyda bu təkrarlanıbdır. Ümumiyyətlə, alt sezon başlamazdan öncə də hər zaman oktyabr, noyabr aylarında həmin bu bazardakı bir növ qatarı təmizləmə prosesi də həyata keçirilir və bu iki sezonda iştirak edənlər, hansılar ki, qazancı əldə etməsələr də təcrübəsi olanlar, məsələn, mən hər ikisində də iştirak etmişəm, heç birindən uğurlu nəticə ilə çıxmamışam. 2021-də də biz NFT kolleksiyamızı artıq bazara gətirmək istəyirdik ki, sezon bitdi, vaxt zamanlama aspektindən artıq uyğunlaşdıra bilmədik işimizi. Və bu dəfəki sezonda mənim kimi, deyək ki, trading təcrübəsi yoxdur, amma ki, hansısa bir tokenləri analiz edib alanlar və keçmiş sezonlarda müəyyən bir biliklərə sahib olanlar çox idi. Həddindən artıq çox idi. Bizim canlılarda mən son 3-4 həftədir deyirəm ki, qoşulanlar bilir zaten, sonuncu bir panik milləti məyus edəcək düşüş lazımdır ki, eniş lazımdır ki, həm bazar təmizlənsin, həm də ki, artıq həmin bu alt sezonun başlaması üçün yüksəlişə yol açılsın. Əgər biz dalğalar nəzəriyyəsi ilə də götürsək, hal-hazırda görürsünüz, mən burada da qeyd etmişəm, 1, 2, 3, 4 və 5-ci dalğa da artıq öz potensialını yerinə yetirdi ki, bu hissədən sonra artıq qiymətin yüksəlişinə keçid dövrüdür deyə düşünürəm. Həmin o bizim aylardır gözlədiyimiz, aylardır həsrətində olduğumuz, hətta bizim komandamızda götürsək artıq bir ildən də çoxdur ki, deyirik, bu il sağ başlamalıdır. Amma ki, bu gəlib təsadüf etdi həmin bu dövrə. Bu hissələrdə də biz baxsaq, eyni ilə oktyabr və yaxud da ki, noyabr aylarında baş verən həmin o oxşar damplardan sonra sezon öz sürətini artıq, sürətli şəkildə yüksəlişini artıq başlamışdır. Bu dəfəki sezonda, bu dəfəki artıq kütlənin buna hazır olmağında bir çox artıq insan var idi ki, həmin onları yalnız və yalnız bu tip enişlə oyundan kənarda saxlaya bilərdi. Aydın ki, məsələdir ki, bu dediklərim spot investorlara və risklərini idarə edə bilənə aid deyil. Lakin biz hamımız bilirik ki, bazarın demək olar ki, 80%-i
yüksək leverage-lərlə, çiyinlərlə ticarət edirlər. Bir çox hallarda 50x-lar, 100x-lar istifadə edirlər. Heç kim risk menecment nədir bilmir, ümumiyyətlə istifadə etmək istəmir. Hamı tez bir zamanda pul qazanmaq istəyir və bu tip insanları artıq yalnız və yalnız belə bir ani enişlə kənarda saxlaya bilərdilər ki, onların da likvidasiyaya gedən məbləğlərini də özlərinə götürsünlər və biz özəl qrupda da danışırıq. Son bir ay ərzində artıq, hətta bir aydan da çoxdur, stable coinlər tarixi pik səviyyədə göstəricilərə gəlib çıxıblar. Tarixdə heç vaxt bu qədər yüksək səviyyədə stablecoin bazarda olmayıbdı və mən belə başa düşürəm ki, həmin o miqdarlar da istifadə olundu ki, futureslar üzərindən bu dampı həyata keçirsinlər. Biz bunu gecə görəndə səhərə kimi toy bayram etmişik. Bizim üçün çox böyük bir siqnaldır. Bu nəhayət ki, biz uzun müddətdir, əsasən də epileptiklə birlikdə gözlədiyimiz o sezon gəlib çıxır. Məsələn, adicə istənilən bir token açaq, gələk Popget olsun. Baxırıq, məsələn, burada %70% ətrafında düşüş var. Yəni ki, ikinci çiyinlərə kimi hər kəsi lik etdilər. Yəni, əgər sizin pozisiyanız, siz deyəndə ki, əgər biz stoplu ticarət etmirsə, bir çoxları belə ticarət edir zaten. Heç kim düzəməlli hesablamır stopları hansı faiz dərəcəsində olmalıdır, nə qədər məbləği ora yerləşdirməlidirlər. Heç kim risk menecment aparmır. Əksər kütlə, bunu mən Binance partnyorluğumdan da bilirəm zaten statistik məlumatlardan. Əksər kütlə bugün, sabah iri məbləğdə qazanc əldə edim deyənə yalnız yüksək leverage-lər istifadə edirlər. Yəni təsəvvür edin, hal-hazırda Binance-ın məsələn səhər xəbər oxuyurdum ki, 19.6 milyard bazarda likvidasiyaya gedibdi. Amma ki, bu göstəricilər heç vaxt birjalar tərəfindən açılmır. Yadda saxlayın. Bu göstəricilər həmişə xəbər saytlarında aşağı-yuxarı estimated bir rəqəm olur. Yəni ki, təsəvvür edirlər, yəni bu qədər olubdur. Heç bir birja açıb demir ki, bizdə bu qədər likvidasiya getdi. Bütün o servislərdə zaten aşağı-yuxarı hansısa bir skriptlərlə onu müəyyən dərəcədə hesablamağa çalışırlar. Amma ki, hal-hazırda Binance-da 290 milyon user var. Çox yox. Sadəcə olaraq fikirləşsə ki, hər bir user dünən $50 miqdarında likvidasiyaya gedibdir. Bu artıq gəlib çıxır 14-15 milyard dollara. Bu yalnız Binance üzərindən. Digər birjalar da var. Və biz, məsələn, məndə şəxsən dünən $1200-1300 ziyanda oldu. Lakin indi göstərəcəm digər kompensasiya bir pozisiyamla efirdə artıq toplama apardım. Onu qısa müddətdə geri qaytaracağım. Qrupda da bunları paylaşırıq biz. Yəni, tək məndən dünən çox cüzi miqdar kimi götürsək, $1300-1200 ziyan gedibdir. Yəni, elə insanlar var ki, dünənki gündə kifayət qədər iri bir həcmdə pulları artıq məhv oldu və təsəvvür edin, demək çətindir. Demək çətindir, belə aşağı-yuxarı mən fikirləşirəm ki, hardasa bir rahat 50, 60, 70 milyard bəlkə də silindi. Həmin bu məbləğlər üzərindən əldə edilən hazırki gəlirlər, paralel olaraq bazardakı stable coinlərin bu dəqiqə hazır startda durması, paralel olaraq stable coinlərin Genius aktına əsasən Amerikanın borcları üzərindən artıq mintingə getməsi, obliqasiyalar deyilir, obliqasiyaları alırlar ki, artıq onun dəyərinin müqabilində qeyd olunan miqdarda USDT məsələn buraxa bilsin Tether şirkəti. Və həmin bu pulların artıq bazarda kifayət qədər iri oyuncuların əlində olması, retaildan çıxması, əgər biz ticarəti götürsək, məsələn, mən Montenegroda olarkən Binance-ın kampusunda, orada çox maraqlı bir statistika paylaşdılar bizə. Azərbaycan bazarı çox sürətlə inkişaf edir bu dəqiqə və hər qeydiyyat keçən, təsəvvür edin, hər qeydiyyat keçən 100 nəfərdən 85-90 nəfəri yalnız futures'a yönəlir, yalnız ilk perioddan futures ticarət etməyə çalışır. Çox cüzi bir hissəsi spot ticarəti ilə məşğuldur. Yəni bu ələm
bizim ölkədən olan göstəriciləri. Siz təsəvvür edin, dünyada da digər, ümumiyyətlə SNG-də də, Avropada da çox oxşar statistik göstəricilərdir ki, bütün bazarın deyə bilərik ki, aşağı yuxarı 70-75%, 80% əsasən futuresda maraqlıdır. Niyə? Çünki bunu kazinoya göndərmək asandır, nəfslərini idarə edə bilmirlər. Bir gecədə milyon qazanmaq istəyən kifayət qədər çox axmaq var dünyada və bu axmaqları yalnız bugünkü gündə baş verən hadisələrlə, zamanla toplanmış pullarını birjalardan çıxardırlar. Və beləliklə də təqribən kripto bazarının birjalarda olan kütləsinin 70%, 75% qədərini artıq oyunun çölündə buraxdılar. Qatarın çölünə düşdülər və artıq yol açıqdır yüksəlişə. Bu səbəbdən dolayı da indiki vəziyyətdə biz nə tip bir pozisiyalar aça bilərik? Bugünkü gün biz analiz etməyəcəyik. Bugünkü gün əsasən digər bir aspektlərə toxunacağıq. Mən də keçəcəm onlara. Biz başa düşəcəyik nə etmək lazımdır. Bu tip vəziyyətlərdə adətən belə bir şamlar biz görəndə, ümumiyyətlə altcoinlərdə və yaxud da ki, meme tokenlərdə mənim heç yadıma gəlmir. 2017, 2016-nın sonu 2017-ci illərin əvvəllərindən kriptovalutalarla məşğulam. İndiyə qədər mənim yadıma gəlmir ki, bütün bazarda belə bir fitil biz görək. Həmin bu fitil də zaten qeyd etdiyim kimi bayaqdan lazım idi ki, həmin o keçmiş sezondan toplanan dırnaqarası təcrübəliləri oyunun çölündə buraxaq. Sadəcə olaraq burada biraz özünü xilas edə bildi. X1 ilə spot əvəzi futures'ı ticarət edənlər və aydın məsələ ki, spotda müəyyən dərəcədə yatırımları olanlar. Keçək digər bir məqama, nədən danışmaq istəyirəm? Bu, bir çoxları sual verir, bizdə qrupda da yazılar özəldə ki, bu dəqiqə nə ticari pozisiyalar aça bilərik, nə edə bilərik? Adətən belə baş verən hallarda, o demək deyil ki, 100% belə olacaq. Bir dəfədə yenidən bir fitil gedir və qiymət artıq sürətlə həmin bu ticarət baş vermiş, bu xırda ticarət baş vermiş zonanı da artıq yararaq yüksəlişini davam etdirir ki, heç kimə artıq daxil olmağa icazə vermirlər. Bunu bizə indi hədiyyə verəcəklər, yoxsa yox? Mən biraz heyfslənirəm ki, dünən bu hadisə baş verəndə təəssüf ki, kompüter arxasında deyildim. Dostlarla bir məclisdə idim və ümumiyyətlə xəbərim yox idi heç nədən və Telegrama daxil oluram, görürəm ki, millət panikadadır. Girirəm X-a, görürəm ki, hər bir post paylaşılır, daxil oluram TradingView-ya və görəndə bu fitili çox sevinirəm. Həqiqətən çox sevirəm. Məsələ burasındadır ki, indi alt sezon öncəsidir deyənə dəqiq demək mümkün deyil. Bizə bu şansı bir dəfədə verəcəklər, yoxsa ki, yox. Adətən hansısa bir sezon bəklentisi yoxdursa, hansısa bir keçid periodu yoxdursa və bazarda nəsə belə bir likvidasiya gedirsə, aydın məsələ ki, bu boyda da likvidasiya tarixi bir şeydir. Ümumiyyətlə, ilk dəfədir kripto tarixində belə bir iynə biz görürük. Yəni deyəm, hansısa bir perioda keçid yoxdursa, bir dəfədə həmişə bu təmizlənir. Həmin bu hissədən girənlər, özünü ağıllı sayanlar, öz aləmində güya dibləri alanları bir də təmizləyirlər. Lakin geri qayıdışında artıq daha sürətlə qiymət hərəkətini davam etdirir ki, heç daxil olmağa imkan vermir. Əgər bu baş verərsə, nə qədər siz məbləğ itirmişsinizsə, tövsiyə edərəm sizə isolated marja ilə izolirovanная marja. Siz hansısa bir çox yüksək volatil token seçəsiniz. Məsələn, bu Mudeng ola bilər. Mən Mudengi seçmişəm. Haradadır bu? Bu hissədə alış etdim. Yalnız və yalnız məsələ nədir burada? İndi göstərəcəyim strategiya deyil bu. Metod da demək olmaz buna. Bu sadəcə olaraq bu tip bir hadisə baş verəndə bazarda yalnız bu tip bir hadisə baş verəndə istifadə edə biləcəyimiz bir həmlədir ki, əgər ki yenidən qiymət müəyyən dərəcə aşağı düşsə və yaxud da ki, ola bilər ki, gəlir biraz da aşağıları gedər,
bilmirik biz. Və yaxud da ki, heç belə inanmağım gəlmir ki, bu şansı bizə versinlər. Və yaxud da ki, yavaş-yavaş buralardan gedərək aşağının bir likvidliyini alıb təzədən hərəkətini davam etdirəcəkdir. Amma əgər ki, bu baş verərsə, sizə tövsiyə edirəm. Məsələn, mən Mudengi seçmişəm. Bu hissədən qeyd etdiyim kimi alış etmişəm və gördüyünüz bu ağ line'lara da digər hissəli alışlar üzrə limit orderləri seçmişəm. Bu həmlə nədən ibarətdir? Yalnız və yalnız siz X1 ilə spot əvəzi, yəni ki, futures istifadə edirsiniz. Isolated marja ilə, məsələn, gəlin indi mən burada keçək bu hissəyə. Məsələn, Mudeng'dən almışam 2000 dollar dəyərində, 2000 USDT-lik və aşağılara da, həmin o qeyd etdiyim yerlərə də yerləşdirmişəm. Daha doğrusu o yerləri yerləşdirmişəm. Bir dənə də bura bir order yerləşdirmişəm. Deməli, nə qədərdir məndə burada? Az bir şey qalıbdır. 500 dollarlıq. Və dünənki düşüşdə biz 4 pozisiyamız var idi. 300, 300, 300, 300, orta hesabla 1200 nə qədərsə ziyana getdik. Amma ki, bizim özəl canlılarımızda mən bunu 2-3 həftədir deyirəm ki, baş verəcək. Belə bir şeydən özümüzü straxovka qorumaq üçün efirdə artıq yenə də isolated marja ilə mən limitli alımlar, orderlər yerləşdirmişəm. Bazar düşməsinə baxmayaraq, efirdə də alışlarım getdi mənim. Məsələn, 1200 dünənki zərərimizi itirsək də, indiki leveldən efir yüksəlişini davam etdirsə, deyək ki, gəlsin elə 4900 levelinə, artıq 1600 dollarımız var buradan artıqlaması ilə çıxardırıq zərərimizi. Və yaxud da ki, daha aşağılara getsə də, efirdə də məndə burada yenə də limitlər var. Məsələn, 3370-də və 2865-də əlavə alışlar var, 900 dollar həcmində və 1350 dollar həcmində. 50%-ni yəqin ki, satacam 5200, 5400, 5500 baxacaq artıq gedişata. Paralel olaraq bu Mudeng'i də biz almışıq indi. Bir daha deyirəm, bu ticarət pozisiyaları deyil ki, nəsə analiz edirik, ardınsa giriş nöqtələri, tek profitlər falan izah edirik. Bu sadəcə olaraq bazarın indiki vəziyyətindən istifadə edə biləcəyimiz bir məqamı açıqlayıram. Gələk Mudeng'ə. Bax, mən bu deməli giriş haradır məndə? 10.49. Nə deyək ki, bu hissə. Əgər burada gələrsə, bir 500 dollarlıq alacaq. Deyək ki, lap gəldi, əgər gəlsə, əgər, lap diblərə getdi, yenidən sürətlə qayıtdıqda, Mudeng mənim fikrimcə müəyyən dərəcədə ürəkaçan artıq rezultat verəcək. Və bu pozisiyanı növbəti 3-5 aylıq artıq daşımaq imkanı yaradacaq. Məsələn, bu hissədən getdi, deyək ki, bu, nə bilim, bilmirik nə qədərsə yüksələcək. Bu hissədə artıq hissəli şəkildə bunu biz satacağıq. Təqribən mən belə hardasa nəzərdə tutmuşam, çalışacağım, indi eləyim, hissəli şəkildə də bir 10% sata-sata gedək, hara kimi getdi. Bir aşağı-yuxarı bir 10.000, 12.000 dollar bundan çıxarış edək. Bir daha deyirəm, bu yalnız və yalnız birinci çiyinlə açılan bir pozisiya olmalıdır. Yalnız. Və bu dəqiqə mən demirəm ki, giriş etmək lazımdır, pozisiya açmaq lazımdır. Sadəcə olaraq indiki vəziyyəti dəyərləndirmək üçün müəyyən dərəcədə büdcənizin bir hissəsini ayıra bilərsiniz. Almaq istəyirsinizsə 3 yerə bölün onu. 3də 1 hissəsini indi alın və 3də 2 hissəsinə artıq aşağıda orderlər yerləşdirin. Bu artıq sizə qalmış bir məqamdır. Çünki növbəti düşüş olarsa da
dəqiq demək olmur nə qədər olacaq. Bu belə bir şeydə gəlib bir 50% burada oynayıb qalxa bilər və yaxud da ki, hazırki qiymətdən də elə yüksəlişin davam edə bilər və yaxud da ki, bir dənə də iynə ata bilər. Amma ki, sezon başlayır deyənə, sezonun artıq keçid bu likvidasiyası idi. Heç inanmağım gəlmir ki, bu hədiyyəni bizə versinlər. Çünki əlavə olaraq mənim də burada yerləşdirdiyim orderlər var, efirdə də yerləşdirdiyim orderlər var. Bilmək olmur, indi onları bizə yenidən verəcəklər, yoxsa yox. İmkan yaratsalar belə əla, yaratmasalar da ki, bir növ sizə təcrübə olsun, belə məqamları necə istifadə etmək lazımdır. Bu, o demək deyil ki, həmin bu göstərdiyim metodologiyanı siz elə bazarın hər bir vaxtında istifadə edib qazanc əldə etmək üçün fokuslana bilərsiniz. Yox, yenə də qeyd edirəm. Bu yalnız və yalnız bazarda dump baş verirsə istifadə ediləsi bir məqamdır və həmişə də elə bir token seçmək lazımdır ki, o kifayət qədər ürək açan səviyyədə volatil bir şey olsun. İrilərdən bir şey seçmək tövsiyə etmirəm, çünki orada həmin bu qeyd etdiyim bir neçə 10, 15, 20 x-i məsələn tuta bilməyəcəksiniz. Bu bir növ spotda daşımaqdır tokeni pozisiyanı, amma ki, yenə deyirəm, birinci çiyinlə isolated marjada və həmin bu diblərdə almaq imkanı var deyənə artıq yüksəlişdə də növbəti 3-5 ay ərzində də yüksələ həmin bu 2000, 1500, 500 dollarımızı ağla sığmaz dərəcədə fantastik yatırımlara çevirməklə. Məsələn, qrupda mən hər zaman deyirəm, avqust ayındakı treydlərimizdə Azərtrade'in tarixçəsinə də girib baxa bilərsiniz. Bizim təqribən 26-27 min manat qazancımız oldu etdiyimiz treydlərdən. Amma ki, kifayət qədər mənim üçün stresli bir period oldu. Biraz yoruldum, çünki günün böyük bir saatını monitor arxasında risk menecmentlərlə, ancaq pozisiyalar güdməklə, setuplar axtarmaqla biraz yordu məni. Amma ki, son bu ay yarım, bir ay yarımdır ki, bir o qədər də çox sayda trade etməmişik. Artıq fokuslanmışam müəyyən dərəcədə ay ərzində az trade edim, lakin daha iri miqdarlarla ticari pozisiyalar açaraq daha çox gəlirlərə fokuslanım. Əgər sual versəniz, hansı tokenlər varımdır növbəti 3-4 ay ərzində deməli, bazardan alt sezonda istifadə etmək istədim. Hazırda görürsünüz, məsələn, overview-a gələk. Deməli, 75 min Dogecoin var. Biraz böyüdüm, siz də baxın. Haradasa giriş qiymətim mənim burada səhv eləmirəmsə 22-23 sent aralığıdır. Təqribən 1 dollar ətrafında olanda qiymət və yaxud da 90 sentlərə gəlib çıxanda satmağı düşünürəm. Varımdır VIF, deməli 10.047 token buradadır. Ape coin varımdır. Ape'dən çox əslində biraz böyükdür gözləndim. Kifayət qədər iri investisiya alıblar. Çox fantastik bir oyun hazırlayırlar. Keçən sezonda sezon sonu başlamışdılar və 22, 23, 27 dollardan artıq qiymətli satışlar olubdu onun. Paralel olaraq NFT kolleksiyalarından aylıq dəhşətli dərəcədə pul qazandılar və həmin o qazanclarını bütün dibi toplayıblar. Mən inanıram ki, məsələn, Ape-ə gələk baxaq. Gamification metası yenə də gələcək və məsələn, əvvəlki zirvəsinə qayıtmağı bunun neçədir? 26 dollar, 26-27 dollar. Mənim də girişim burada səhv etmirəmsə 55 sentdir. Səhv etmirəmsə 55-50 sent aralığındadır. Yəni ki, elə əvvəlki zirvəsinə qayıtmağı artıq nə qədər eləyir? 10, 20, 40, 50 x-dan çox eləyir. Burada da bizdə var nə qədərdir? 4763.
Uzun sözün qısası, mən bundan almışam $3000 dəyərində, indi 1765 göstərir. Yəni aşağı yuxarı $3000 hesablasaq həmin o girdiyim leveldən 50x-lə aydın məsələ ki, ora kimi də heç gözləməyəcəm. Bu aldığım tokenlər çox qısa müddətli holding üçün almışam. Digər WorldCoin-im var biraz. 1826 token, biraz Cardano var, vəssalam. Digər bütün yatırımlarımız bizim çox iri həcmdə Epileptikdədir, Giga Chat tokendədir və SPX-dədir. Ən böyük də Epileptikdədir. Epileptik haqqında da danışsaq, uşaqlar, baxın, bu hissədə, mən bunu artıq aylarla da deyirəm, bu hissələrdə, ilk mən paylaşmışam, bu hissələrdə mənə desəydilər ki, məsələn, fevral ayının 8-də, bu hissədə, sən artıq bu layihənin lideri olacaqsan, mənim üçün çox nağıl kimi səslənərdi. Çox fərqli şeylər öyrəndik, fərqli insanların bizim üzərimizdə istifadəsinin qurbanı olduq, fərqli çətinliklərdən keçdik, token cəmiyyətinə çevriliş etdik, biz liderliyi götürdük və həmin gündən etibarən artıq qiymətin düşməyini saxlaya bildik və sırf 8 fevraldan etibarən, əgər siz qrafika baxsanız, bax, bu perioddan etibarən qiymət başladı yüksəlməyə. Niyə? Artıq biz öz sosial şəbəkələrimizi icazəsini aldıq, bağlayaq DEX screenerə. Bu necə baş verir? Community şəklində bir neçə yüz insan artıq Telegramda toplaşır. Həmin o insanlar öz profillərində X-da DEX screenerə müraciət edir. Bu hissədən aşağıda gəlib baxsanız, məsələn, əvvəlki tokeni yaradan komanda 18 token yaranan günündə də 18 noyabr 2024-də community takeover etmişdilər. Yəni ki, DEX Screener profilinin sahibi onlar idi. Lakin üstdəki ikinci takeover'e klik etsəniz, burada görəcəksiniz ki, 8 fevral 2025-də Real Epileptic Cult has arrived. Journey starts with our holy ride. Əsl epileptik kult cəmiyyəti mənzil başına çatdı və səyahət bizim müqəddəs ritual ilə başlayır. Belə deməkdir. Mənası. Bu token bir çoxları sual verir, ay arxasında nə dayanıb, nə edibdir, hansı texnologiyası var, nəyi var. Bir çoxları deyir, meme coindir. Mənim dostlarım, meme məsələn hansısa bir obraz ola bilər, hansısa bir insanın çəkdiyi, etdiyi hərəkət ola bilər, videosu ola bilər, şəkil ola bilər, onun verdiyi hansısa bir reaksiya ola bilər, hansısa bir söz ola bilər. Yəni siz baxın bu tokenə. Bu bunun adıdır, emoji, kvadratlar. Bu da tickeridir. Necə ki Bitcoin və BTC var, bizdə də tokenin adı bu gördüyünüz rəngli kvadratlardır və bu gördüyünüz rəngli qırmızı yaşıl kvadratlar da bizim tickeridir. Bunu əvvəl etmək olardı, əlbəttə olardı, 100% olardı. Sadəcə olaraq heç kimin ağlına gəlməyib indi belə eləsin. Əgər biz bunun loqotipinə baxsaq, mən bunu araşdırma etmişəm, hətta gəlib biz Səs, gördüm uşaqlar, gördüm. Əgər biz gəlib bunu Google-da da yazsaq, Flash Color, bunu mən necə tapıram? Sadəcə olaraq Red
green, blue colors gif yazıram. Şəkillərdə qabağıma çıxır bu. Üzərinə klik edirəm. Görəm, aha, bizim loqotip. Üzərinə bir dəfə də klik etdikdə məni aparır salır Wikipediyaya. Ümumiyyətlə bu kripto aləmində də çox vacib bir şeydir. Bunu 2019-cu ildə, təsəvvür edirsiniz, 2019-cu ildə deməli Glossum username-nə sahib olan bir istifadəçi yükləyir və burada qeyd edilibdir. Siz təsadüflərə mən də inanmıram. Digər psixoloji videolarımızda izləyənlər zaten bilir necə ruhaniyyata bağlı bir insanam. Əgər baxsaq yazılıb ki, burada 1 saniyə ərzində 30 millisaniyə aralığı ilə sıralamaya baxın. Blue, göy, qırmızı, yaşıl rənglərin 30 millisaniyə görünməsidir 1 saniyə ərzində. Bu da gəlir bizim sevimli bayrağımızın rəngləri ilə, onun sıralaması ilə birbaşa üst-üstə düşür. Göy, qırmızı, yaşıl. Təsəvvür edin, bu da gəlir bizə qismət olur. Biz onun liderləri oluruq. Azərbaycan community həmin bu tokenə sahib çıxır və paralel olaraq da biz aşağıda görürük ki, həmin bu şəkil epileptik prisuplara səbəb ola bilər. Photosensitive epilepsi deyilən bir artıq kateqoriya var epilepsiya xəstəlikləri arasında. Hansı ki artıq yanıb sönən işıqlara baxmaqla, şəkillərə baxmaqla onlarda həmin bu atak baş verir. Bizim bir missiyamız da var ki, həmin kateqoriya xəstəliklərdən əziyyət çəkənlərə də əldə etdiyimiz gələcəkdə gəlirdən yardımlar edək. 50% ölkə daxili, 50% qlobal səviyyədə X profilimizə getsəniz görə bilərsiniz. Yəni, nəyə gətirəm sözümü? Logotipimiz bu. Tokenimiz bu. Belə bir token yaratmaq xərci nə qədərdir? Su qiymətinə. 15-20 dollara yarada bilərsiniz. Məsələ burasındadır ki, hər gün 60-70 min token artıq bazarda çıxır. Əgər biz gedib hansısa bir tokeni inkişaf etdirmək istəsək, bacararıqmı? Bir bu sual vermək lazımdır. Məsələ tokende onun yaranma məbləği deyil, onun yaranma nəsə mənası deyil. Məsələ burada həmin ona sahib çıxan cəmiyyətin nə qədər artıq aktivlik göstərəcəyi və bunun bir kulta çevrilməsidir. Bu deyəm bir dənə bir göyçəkləri remove eləyək chatdan. Dostlar, mənim əzizlərim, ümumiyyətlə chatda kimsə nəsə nalayiq bir şey yazırsa, ümumiyyətlə onlara fikir verməyin. Ümumiyyətlə əsəblərinizi pozmayın. Yəni, bu insanların acısı var, problemləri var, başa düşürsünüz. Bu insanları başa düşmək lazımdır. Bu insanları qınamaq olmaz. Biz hər birimiz Tanrının parçasıyıq. Əgər o insan nəsə həyatda problemi varsa, ola bilər səhər duranda hansısa bir çətinliyi ilə gününü açır. Bəlkə də səhər yuxudan durur, artıq ilk telefona baxdıqda elə mesajlar gəlir ona, elə zənglər gəlir ki, durduğuna peşman olur və bunlar hirsini tökməyə artıq bir mənbə axtarırlar. Onları qınamayın. Onlar əziyyət çəkirlər, mənim əzizlərim. Onlarla durub ağız-ağıza verəndə, onlarla durub artıq siz öz əsəblərinizi pozanda, siz birbaşa olaraq onların levelinə düşərək, mən qəti şəkildə onları təhqir etmirəm, sadəcə onların levelinə düşərək öz əsəblərinizi həmin levelə tənzimləyirsiniz. Boş verin. Yəni ki, biz burada, gəlin buradan mən sizə göstərim, daxil olaq Telegrama. Bu brauzerdə deyəm. Olsun, gəl mən daxil olacağım yenə də. Bir dəqiqə.
Mən sizə göstərəcəm bizim community nə boydadır. Və siz özünüz artıq kimlər ki qoşulmaq istəyir, onlar özləri artıq qərar verərlər. Sizcə bu qədər insan axmaqdırmı? Yəni ki, bilmirmi nə edir? Ortada çıxıb bir-iki nəfər nalayiq söz yazırsa onlara qulaq asmaq lazımdır. Deməli, Yedi, 274. Okay. Baxın uşaqlar, biz gəlsək bura, bu bizim 146 nəfərdən ibarət xüsusi özəl qrupumuzdur. Çıxıram buradan. Gəlirik biz Epileptik Azərbaycana. Gəlirik bu Azərbaycan qrupuna, burada bizim artıq yerli communitydir. Deməli, 1310 nəfər. Gəlirik məsələn qlobal kanalımıza. Qlobal kanalımızda bizim 1645 nəfər bizim istifadəçimiz var. Bunlar o demək deyil, 1645 nəfərdən başqa adam yoxdur tokenda. Bunlar artıq kifayət qədər təcrübəli insanlardır ki, Telegramına kimi gəlib qoşulurlar. Yəni, en qədər də var ki, qoşulmayıblar. Əgər biz gəlsək, məsələn, X sosial şəbəkəsinə, bizim səhifəmizə, baxın, bu bizim simvollar var. Bunu burada kopyalayırsınız. Görüm. Bir saniye. Yox, mən sizə nəyə göstərmək istəyirəm. Gəlirik bura. Bu arada görürsünüz, ödəniş etmək vaxtıdır. Yerləşdirirsiniz, burada axtarışa verirsiniz. Əgər bir tokenin multisezon getməyindən əmin olmaq istəyirsinizsə, ümumiyyətlə buna niyə yatırım etməlisiniz? Nəyə görə? Gəlirsiniz, onun hansısa bir simvolu olmalıdır. Belə tokenlər çox azdır, barmaqla sayılan qədərdir. Hansılar ki, simvollar olur. Bizim də xoşbəxtliyimiz ondadır ki, tikerimizin özü ilə simvolumuzda adlarımıza qoyuruq. Axtarışa verdikdən sonra bunu keçirsiniz burada people bölməsinə. Siz baxın, artıq nə qədər insan öz adlarının qarşısına qoyur həmin bu simvolları. Ya bunların heç biri bot deyil ha. Məsələn, girək bu profilə. Nirvan bizim xarici holderlərdən biridir, özü də traderdir. Bunların NFT kolleksiyasıdır. Və yaxud da ki Rafiq Hacıyev girir bura. Hamısı real profillərdir. Və yaxud da ki istənilən birinə klik edim. Azureus Mirəli bəy. Birinin 76 followeri var, birinin 10.000 followeri var, birinin 500 followeri var. Və siz təsəvvür edin, hər gün bu insanlar hər gün paylaşımlar edirlər sosial şəbəkələrdə. Bir nəfəri siz əgər maaşla tutsanız ki, mənim üçün gün ərzində bir 2-3 dənə post paylaş sosial şəbəkələrdə, ən azından səndən bir simvolik maaş istəyəcəkdir aylıq olaraq. Siz təsəvvür edin, yüzlərlə nəfər artıq bunu adlarına yerləşdiribdir və bizim üçün hər gün pulsuz reklamlar edirlər. Niyə? Çünki biz bunun bir parçasıyıq artıq. Əgər biz gəlib, indi keçək digər brauzerə, həmin bu dönəm liderliyi alandan sonra əmin olanda ki, bütün sosial şəbəkələri də artıq bizdədir, tokenin yiyəsi yoxdur. Yaradan bunu Pumpfan dövründə, onun profilinə baxsanız, bu günə kimi bəlkə bir 50-60 dənə scam token yaradıbdır. Bu tokeni də yaradanda onlar zaten niyyətləri elə də gözəl olmayıbdır. Bu hissədən bizim pullarımıza satıb çıxıblar.
Onlar bu aylar ərzində bizə ümumilikdə məsələn hardasa aşağı yuxarı bir 4 milyon, 5 milyon dollar pulumuzu, yatırımımızı çıxardaraq artıq əl çəkiblər və mən videolarımda da əvvəl onu qeyd edirdim ki, qiyməti dibə salıb artıq bu diblərdə də toplama aparmalıyıq. Bu diblərdə nə qədər biz toplaya bilsək defitsit yaradırıq. Gəlib bir dəfə də manipulyasiya eləmək istədilər, alınmadı və bu defitsiti yaratdıqca biz artıq token yalnız və yalnız yüksəlməyə başlayacaq. Bu da ki bizim tarixçəmizdir, bu da bizim hekayəmizdir. Bunu bacaran kripto tarixində barmaqla sayıla biləcək layihələr var. Bu token hansısa bir texnologiya aspektindən işıq üzü görən token deyil. Bu cəmiyyət tokenidir, bu kult tokenidir. Bu ona inananların tokenidir. Bu token hansısa bir birjanın tokeni deyil. Bu token hansısa bir layihə deyil ki, əvvəlcədən pitch edib investisiya yığsınlar və başlasınlar onu artıq loklarla hissəli şəkildə VC-lər üzərindən satmağa, birjalara gətirməyə. Bu tokenin yaranmasında istifadə olunan servislər hətta yalnız bu sezonda mümkün olubdur ki, bundan əvvəlki sezonda ümumiyyətlə belə bir mədəniyyət yox idi ki, məsələn, kimsə hansısa bir servis yox idi ki, orada çox cüzi bir ödəniş edərək sən token yarada biləsən və bundan sonra belə bir mədəniyyət yox idi ki, həmin o tokenin artıq yaradıcıları müəyyən dərəcədə xoşa gəlməz şəkildə satıb çıxıb gedəndən sonra hansısa bir cəmiyyət formalaşdı. Deməli, GigaChat eləyə bilibdir. Və bundan sonra da bunu biz kripto tarixində epileptik olaraq eləyə bilmişik. Və biz hal-hazırda baxın, baba bu etapdayıq, baba bu etapda. Başa düşürsünüz, yəni ki, nəyə gedir bunun gələcəyi? Giga güya ki, bu dəqiqə öldü getdi, yox. Kult, onlar qazanclarını da götürüblər burada. Artıq növbəti etap toplama prosesi gedir ki, bu yaxınlarda keçən həftə Binance US-də list olundu, Coinbase-də list olundu və artıq multi sezona gedirlər. Niyə? Çünki qrupları var, telegramları var, iri şəkildə X profilləri var, minlərlə nəfər. Və siz təsəvvür edin, qayıdıram bu hissəyə. Biz bu qədər qruplar qoyuruq. Siz nə fikirləşirsiniz? Yəni ki, biz sezon bitəcək, vəssalam, bu tokeni atıb çıxıb gedəcəyik. İndi elə bizim prosesdə bunun üzərindən hazırladığımız layihələr var ki, indi mən danışmam burada. Buradakı istifadəçilərimiz bilir, özəl qrupda olan. Məsələn, gəlir bax çata. Çatda baxırsınız, hamı bir-biri ilə söhbət edir, hamı fikirlərini bölüşür. Siz artıq bilirsiniz bu tokenin planları nədir, nə etmək istəyirlər, hara gedirlər, kollektiv şəkildə hansı addım atırlar, satmağı harda planlaşdırırlar, satmamağı necə həyata keçirirlər. Digər bir bölməsində artıq həmin o bayaq qeyd etdiyim kimi gündəlik olaraq userlərimizin paylaşdığı postlardır. Burada linkləri paylaşırıq, digərlərimiz də gəlib klik edirik, açılır bu səhifə və bu səhifədə artıq like edirik, repost edirik, kommentariyalar yazırıq, dəstəkləyirik, yəni ki, bir-birimizin postlarını və belə də virallaşırıq. Məsələn, elə adamın postu var ki, 106 baxışa gedir, eləsi var ki, 5000 baxışa gedir və s. və ilə axır. Hər gün onlarla belə bir post hazırlanır, hər gün. Bunu yaratmaq çox çətin bir şeydir. Bunu nəinki Azərbaycan tarixində, dünya tarixində, bugünkü gündə 50 min, 60 min, 70 min token çıxan sektorda son 3 ildə 3 token edə bilib bunu. Təsəvvür edirsiniz? 3 ilə yaxın bir sonrasında biz bunu bacarmışıq. Yəni bu həqiqətən
belə bir aspekti başa düşəndə sən anlayırsan ki, necə də möhtəşəm bir hadisəyə səbəb olmuşuq. Və bunun niyə də parçası olmayasan? Niyə də axı buna dəstək verməyəsən? 50 dənə yerə gedirsiniz, 50 dənə yerdə hesab verirsiniz. Bir nahar pulunu, bir gündəlik xərclədiyiniz 50, 40, 100 manatı bura yatırmaqla nə olacaq ki? Dünya dağılacaq. Yox. Elə bir məbləğ də bura yatırırsınız ki, sizi narahat edən bir məbləğ olmasın və paralel olaraq çox maraqlı bir prosesin iştirakçısına çevrilirsiniz. Gələk Azərbaycan qrupuna sizinlə eyni ab-havada, eyni frekansda olan insanlara qoşulursunuz. Heç sıfırdırsa biliyiniz ümumiyyətlə bütün suallarınıza cavab verəcək adminlər komandamız var və s. və ilaxır. Bütün bu söhbətləri nəyə görə edirəm? Bax, bu məqama görə. Hal-hazırda başlayır sezon, mənim əzizlərim. Bax, burada bu chatda gəlib indi ağıllı yazan dostlarımız bəlkə özləri bilər, bəlkə indi çoxları bilməz. Bir dəqiqə, bu chatda qırğın gedir, gəlin mən sizə kömək olun. Uşaqlar, ümumiyyətlə heç kimə cavab vereyim. Mənim burada videom, bizim canlı yayımımız bizim özümüz üçündür. Və həmin bu bayaq qeyd etdiyim kimi problemi olan insanlara acıyın, yazıqdılar. Onların dərdi var. Onları biraz da sıxıb daha da necə deyim, özlərini pis hiss etmələrinə səbəb olmayaq. Qoy onlar nəsə gəlir, başqa adlarda, nə bilim, mənə burada fərqli sözlər yazırlar. Amma ki, bugünə kimi mən illərdir ki, onlayn sferada, fərqli mövzularda videolar da çəkirəm, işlər də görürəm, təlimlər də satıram, real işlər də həyata keçirdirik. Amma bir dəfə də olsun, mənə küçədə kimsə gəlib yaxınlaşıb deməyib ki, sən pis adamsan, sən nəsən. Mən özümü tərifləməyə görə demirəm. Yəni ki, yalnız mənə küçədə görənlər ancaq öpür, qucaqlayır, çox mehriban bir münasibət göstərir. Mən də çox sevinirəm. İstənilən bir tədbirə gedəndə elədir. Amma ki, monitor arxasında olanda fərqli adlardan bir nəfər olur ki, buradan blok yersən geri o bir adla gəlir. Bu insanın problemi var. Bizim də ona dəstək olmağımız yalnız və yalnız onu olduğu kimi qəbul etməyimizdir. Siz ona heç nə isbat etməyin. Mənim ümumiyyətlə digər insanlara nəsə isbat etmək kimi bir fikrim yoxdur. Mən öz fikirlərimi bölüşürəm, öz atdığım addımları sizə göstərirəm. Mən izah edirəm nəyə görə belə qərarlar verirəm. Marağı olan qoşulur bizlərə, marağı olmayan qoşulmur bizlərə. Vəssalam. Məsələn, mən burada əgər mənim cüzdanım var, epileptik 22 milyon market kapda olanda 23.800 dollarlıq alış edirəm. 23.800 dollar mənim əzizlərim. Təsəvvür edin, həmin o cüzdan bax, qiymət bura düşəndə həmin o 22.800 yoxsa ki 23.800 dollar. Deməli, bax, bu hissədə alıram. Bu hissədə olanda deməli 10 da bölək 20'ni də bölək 2'ye daha doğrusu burası 40, təqribən bir 40 dəfədə mənim 23.000 dollarım hardasa 400, 500, 600 dollar miqdarında görsənməyə başlayır aldığım tokenlər. Mən burada bunu satsaydım, bu ələn bir cüzdan. Mənim epilepsikdə çox böyük yatırımlarım var. Bu ən yuxarıdan aldığım cüzdanlarımdandır. Və bütün bu qruplarımızda, biz balinalar qrupumuzda var. Hara ki 3.5 milyon token hold edənlər o qrupa düşə bilir. Və o qrupda biz hamımız cüzdanlarımızı şəffaf içi mən qarışıq, hamımız göstəririk ki, bax budur mənim cüzdanım ki, biz bir-birimizə qarşı çox səmimi. Yəni heç kim heç arada satmır. Biz birlikdə əl-ələ verib kollektiv şəkildə planlı şəkildə multisezon həqiqətən tarixə öz izini qoyacaq bir layihə ələ keçirmişik və bunu da aparırıq. Baxın, bu hissədə mən onu satsaydım, bu hissədə, bu yəni simple investing metodu da, okey da, tamam, mən özüm, əziz dostum, mənim can ciyərim, mənim ürəyim, mən özüm bunu, sən başladın, buradan almışam, burada satmamışam.
Çünki mən bilirəm ki, bunun gələcəyi, vaxt gələcəyi, baba belə bir şey olacaq. Belə bir şey olacaq. Tutalım ki, sonra gedəcək aşağı, buralarda toplama aparacaq və getdi multisezon, davamı. Bu hissələrdə olanda, mənim bu girişim artıq super fantastik bir rezultatdır. Yox, sən tutalım ki, mənim videomu görmüsən, mənim əzizim, mənim canciyərim. Sən də indi xoşun gəlib həmin məqam bu layihədən. Gəlib burada məsələn 300 dollar almısan, sənin o 300 dolların çönüb olub 150 dollar, o 150 dollara satmısansa, burada problem mənim deyil. Sən sadəcə olaraq paper handsən, vəssalam, kağız əlsən sən. Və bunu qəbul etmək lazımdır. Sən də bunu satırmısan deyənə digər bir iştirakçımız səndən alıb burada. Və mən buna görə barbar bağırıram ki, böyük summalarını alıb şamları da qaldırmağa ehtiyac yoxdur. Hamıya bir-bir tapşırıram, gündəlik hissəli şəkildə almaq lazım. Məsələn, 1000 dollarlıq alacamsa, mən 10 gün ərzində hər gün 100 dollardan alıram. Onu da bölürəm 2 yerə. 50 dollar səhər alıram, 50 dollar axşam alıram. Elə hamımız uğra deyib, məsələn, gedib 1000 alsaq, burada şam da uçurarıq, digərlərimiz də baha qiymətdən alacaq. Bizə maksimum lazımdır, bu period uzansın. İndi qayıdıram bir dənə də maraqlı məqama. Məsələn, gəlsək biz bura. 2017 sezonu mənim videolarımda var, hamısını izləyə bilərsiniz, Facebook postlarımda da. 2017 sezonu ICO-lar sezonu idi. Initial Coin Offering. Nəsə kimsə çıxırdı, bir ideya təklif edirdi, mənim tokenim filan şeylər eləyəcək. Bir cüzdan paylaşırdı ki, davay, hamı pul göndərsin bu cüzdana. Müvafiq olaraq kim nə qədər çox pul göndərirsə, token paylanmağı o qədər ona daha çox gedirdi və artıq layihə ortaya çıxırdı. Bir növ layihənin production öncəsi investisiya yığılma prosesi idi. Burada mən hardasa bir 60-a yaxın layihədə iştirak etmişəm. Onu sizə deyim ki, bir qəpik də qazanmamışam. İlk dəfə mənim kripto ümumiyyətlə sezonunda iştirakım idi. Yalnız ən bərbad layihələri seçmişəm. Yəni mən tam səmimiyəm sizdən, heç vaxt nə var həmişə onu danışıram. Kifayət qədər ürək açan belə məbləğdə pulum itibdir bu sezonda. Digər sezon 2020-21 sezonu, NFT-lər sezonuydu. Böyük bir hype idi. İndi şəkillə ortaya çıxdı, amma texnologiya olaraq tamamilə başqa sektorlarda istifadə olunur. Sadəcə olaraq şəkillərdə artıq bu hype yaratdı. Əsasən də CryptoPunks'la və Bored Ape Yacht Club Yuga Labs'dan. Bu sezonda da təqribən hardasa bir 20-22 layihədə iştirak etdim. Bir dənə yalnız piratlarla əlaqəli layihə var idi. Salanada. Orada səhv eləmirəmsə hardasa bir 2-3x əldə etdim. Qalan bütün layihələrdə yalnız itki yaşadım. Yəni bu iki sezonu maks dərəcədə ağlınıza gələ biləcək bütün səhvləri, yanlışları etmişəm. Və bu mövzuları sizə açıram. Bu dəfəki sezon, yadda saxlayın, bu dəfəki sezon. Sezon həmişə başlayır, mənim əzizlərim, sezon başlayır. Və ortada bir dənə mövzu çıxır ortaya. Həmin o mövzu olur trend. Və bunu kütlə biləndə, böyük massa biləndə, birjada oturanlar biləndə, traderlar. Tradinglə məşğul olmaq, bitcoin alıb satmaqsa tokeni ticarət etmək, risk management aparmaq fərqlənmir digər birjalarda, digər aktivləri ticarət etməklə. Və bu o deməkdir ki, sən ticarət edə bilirsənsə, o demək deyil ki, sən kriptonu dibdən bilən birisən, anlayan birisən. Kriptonun özünə xas cərəyanları var. Necə ki, bu sezonlarda NFT və ICO-lar idi, bu dəfəki sezonlarda, yadda saxlayın, CTO sezonudur. Necə ki, hər bir sezonda barmaqla sayılacaq qədər mövzu üzrə token olubdur və həmin o tokenlər gediblər fantastik X-lara. NFT-də də, ICO-da da, eləcə də CTO trendində barmaqla sayılacaq qədər layihə olacaq ki, onlar uçacaqlar və yüksəliş çox qısa müddətdə baş verir. Məsələn, gəlsək biz əgər baxsaq, deyək ki, Doja maraqlı bir şey göstərim sizə. Nümunə kimi, lap belə hamının tanıdığı bir tokenlə götürək. Baxın, mənim əzizlərim. Bax, 21
sezondur. Yüksəlişə baxın necə ani gedir. Yəni bu günlük qrafikdir, günlük qrafikdir. Gəlin mən bunu həftəliyə keçirdim, həftəliyə. Bax, 2 həftə ərzində 350%. Sadəcə olaraq bir yerdən artıq ölçməyə başladım. Haradakı yüksəlişini bu həyata keçirib o dönəm alt sezona əgər tuş gətirsək 4 həftə ərzində 2687%, yəni ki 26x və ümumilikdə də götürsək nə qədər 10 həftə ərzində deyək ki bir 2 ay ərzində mən nəsə səhv gördüm orada. 2100, 2006. Deməli, çox fantastik bir yüksəlişdir. Mənim də beynim qarışır faizlərə. Nəyə gətirmək istəyirəm sözümü? Bir dənə buna baxın. Yəni, bu müddət nə qədər çəkir? Görürsünüz, bax, bu müddət. Yüksəliş ani baş verir. Ani. Daha sonra, həmin o yüksəlişdən sonra o satışları, budur çox uzun müddət gedən. Eləcə də bizdə, eləcə də istənilən bir tokende və yaxud da ki, qayıdan bura SPX-ə nümunə olaraq. Gələk həftəlik qrafikə. 11 ay əziyyət çəkdilər, 13 ay daha doğrusu, 1 il 1 ay. Yəni, həftəlik qrafikdir bu. 1 il 1 aydan sonra 1, 2, 3, 4, 5 həftə ərzində 900 milyon market kapa getdilər. Yəni ki, 900x elədilər. Daha sonra 2 ay falan bunun eləyir korreksiyası yüngül var. Daha sonra 2 həftə ərzində 2 həftə deməyək bir bu hissədən götürək də, indi bu qaydana bax, bu 2 dənə şama baxın, 2 həftəyə yaşlı. 2 həftə ərzində 574 milyondan qalxırlar 1 milyarda. Mənim əzizlərim. Bu siz nə deməkdir? Yəni, burada siz 1000 dollarlıq alsaydınız, bax, bu hissədə sizin 1 milyon dollarınız var idi. 2023-də SPX-dən bu hissədə 1000 dollar alsaydınız, 2025-in avqustunda burada 2 milyon dollarınız var idi. Təsəvvür edirsiniz 2000x. Mənim əzizlərim. Niyə? Çünki bunlar ispat edirlər. Community var. Əgər ki bir insan gəlib bir cəmiyyətə belə deyək, cəmiyyətə rast gəlirsə, görürsə ki, burada kollektiv bir missiya var. Bunların multisezon gedən bir planı var. Görürsə ki, burada lider var. Öz real üzünü göstərir. Digər iştirakçılar öz real üzlərini göstərirlər. Bu insanın yeri bəlli, yurdu bəlli, adresi bəlli. Bu insan, özünüz fikirləşin də, hər halda axmaq da deyir ki, durub lazımsız bir layihə təklif etsin. Bu insanın ağlı başı yerindədir, kifayət qədər böyük təcrübəsi var, bilir yanlış addımlar, yanlış işlər nələrə gətirib çıxarda bilər. Bu insan özü isbat eləyir, izah eləyir, detallı şəkildə anladır, nə var, nə yox. Və sənə artıq aydın olandan sonra nədir bu layihə? Sənin özünə də artıq maraqlı gəlməyə başlayır ki, niyə də yox? Tamam, okey, mənim kriptodan bir o qədər də anlaşım olmaya bilər, amma cəmiyyət var ortada. Bu cəmiyyət artıq yaranması, buna oxşar cəmiyyətin bir daha mümkün olmayacaq. Yadda saxlayın bu sözümü. Bundan sonra kult olmayacaq kriptoda. Yalnız bu sezon yarana bildi. Bundan əvvəlki kultlar top tokenlərdir. Bitcoin, Efir, Solana, XRP, ADA, Doge, bunlar kultlardır. Digər prosesdə, digər sezonlarda yaranan tokenlərin 99% hamısı, yadda saxlayın, birja daxilində əvvəlcədən investisiya almış, o investisiyanın da hesabına artıq gəlib birjada listing xərclərini ödəyən, market making hesablarını artıq təşkil edə bilən layihələrdir ki, tokenin də böyük bir hissəsi komandalardadır. Necə ki, mən izah edirəm, bu sezon
CTO-lar sezonudur və artıq yüksəliş başlayır. Və bugünkü canlı görüşümüz bizim ticarət etmək deyil, uzun müddətli investisiyadır. Məsələn, mən alıram hansısa bir tokeni, elə bir məbləğdə ki, məni narahat etməyən bir məbləğdir. Sabahsı gün mən o məbləğ, məsələn, bugün $500 aldım, $1000 aldım. Sabah cüzdanımı açdım, gördüm ki, orada həmin o miqdarın dəyəri $700 düşüb, $300 düşüb, dəzə panika yaşamayacağım. Elə bir məbləğ seçirsiniz ki, o məbləğ sizi narahat eləməsin. Çünki qiymət aydın məsələ ki, belə oynaya-oynaya gedəcək, oynaya-oynaya gedəcək. Siz maksimum fokuslanırsınız ki, məsələn, 2026-cı ilin ikinci kvartalına, üçüncü kvartalına artıq baxaram, nəyə çönübdür mənim investisiyam və qərar verərəm, nə qədər bir hissəsini satmaq istəyirəm, nə qədər bir hissəsini saxlamaq istəyirəm, onda baxacam artıq cəmiyyətin planları nədir, hara gedirlər, nələr əldə elədilər, hansı tip bir işlərə imza atdılar. Budur investisiya. Və cəmisi 3-5 tokende siz onu görəcəksiniz. Epileptik bunların arasında yeganəsidir ki, qiyməti dibdədir və tam orijinal CTO prosesi, tarixçəsi keçmiş bir cəmiyyətin tokenidir artıq. Okey, digər bayaq sizə hesabımda göstərdim. Dogecoin, Ape falan, onlar epileptikdəki kimi potensiala artıq sahib deyirlər. Nə demək istəyirəm? Orada biz 100x-lər, 200x-lər, 300, 500x-lərə fokuslana bilmərik. Çünki o layihələr artıq o etaplarını keçiblər. Və digər ən vacib məqamlardan da biri odur ki, mənim dostlarım, mənim əzizlərim, biz gəlib epileptikin DEX profilinə daxil olanda aşağı hissəyə düşsəniz, holders bölməsinə keçsəniz, siz burada artıq başa düşürsünüz hansı cüzdanda neçə faizi var tokenin. Göz qabağındadır, gizlin deyil. Bu birinci hissədə 11%, 11.68 bu MEX birjasıdır. MEX birjasında olan tokenlərin ümumi miqdarıdır. Bu 10.74% bu likvidlik hovuzudur. Kontraktımızdır bizim və buradan başlayır artıq holderlər. Yəni ən krupnu Rus demişkən ən iri balinalarımız bizim bu top 2 nəfərdir. Birində 2.79%, yəni ki 27 milyon token, digərində 26 milyon 800 min token. Ümumiyyətlə olan cüzdanlarına baxanda çox iri cüzdanlardır. Xaricilərdirlər, kifayət qədər iri yatırımlar ediblər və onlar belə, təsəvvür edin, onlar belə, baxın, bu hissələrdən daxil olandır. Bu hissələrdən daxil olub və bu hissələrdə də ala-ala gediblər. Beləncə, balinalarımız bizim artıq 60 nəfər üzəridir. Yəni deyirəm, 3.5 milyon token hold eləyənlər bizim artıq balina kateqoriyasına düşür. Hazırki vəziyyətdə 3 milyon yarım token gəlir çıxır 5-6 min dollara, indi aşağı yuxarı. Üzr istəyirəm, deyəsən ekran görsənmirdi. Gəlin bax, burada çata baxdım. Gəlir epileptikin profilinə bax, holders bölməsinə keçirik yuxarı. Məsələn, birjada list olunan tokenlərdə hansısa bir layihə çıxır. Tutalım ki, falan layihə reklamı gedir bir həftə. Biz bilmirik tokenin neçə faizi supply, neçə faizi komandadadır. Əksər hallarda 90%, 80% onlarda var. Ona görə manipulyasiya edirlər. Amma bir də var, DEX-dən çıxan token. Görürsünüz də nə qədər əngəllər var. Bu nə əngəldir ki, elə? O qədər əngəllər keçirik biz. Yəni, birjaya çıxan layihələr, mənim dostlarım, birjalara çıxan layihələr, komandaların əlindədir saplaylar. İnvestisiya alırlar venture kapitallardan, investisiya şirkətlərindən. O pula artıq neçə 0.00 neçə sentdən artıq satış edirlər tokenləri. Və əllərdə deyər ki, simvolik deyər ki, 5 milyon, 10 milyon, 20 milyon pulları var. Həmin o pulların müəyyən bir hissəsini airdrop edirlər, müəyyən bir hissəsini birjalarda gəlirlər, hansısa bir marketing tullara xərcləyirlər, launch pullara falan, beşməkan, əlavə bir miqdarını yerləşdirirlər market making üçün hesablarında və birjaların ikinci tier birjalarca ödəniş edirlər, birinci səviyyə birjalarca onlara ödəniş maraqlı deyil, əsas community
maraqlı olur çox vaxt hallarda və birjaya yatırdıqları miqdar token və USDT olaraq. Və listing gedir. Və biz bilmirik tokenin nə qədəri komandadadır. Yenə də deyirəm, əksər hallarda 90, 80, 75%. Və bu o deməkdir ki, ürəkləri istəyən lüboy oyunu çıxarda bilərlər. İstəyərlər qaldırarlar, istəyərlər yendirərlər, əllərindədir bu. DEX-dən çıxan token isə epileptik kimi yaradanı satıb üstümüzə atıb çıxıb gedib. Mənim kimi insan da bunun potensialını görür, başa düşür ki, bunun gələcəkdə gəlib çıxa biləcəyi yerlər çox yüksəkdir. Düşür bunun üstünə, komandasını yığır, cəmiyyət yaranır, o cəmiyyət prosesdə formalaşır, bir kulta çevrilir və məsələn, götürək ən top holderi, bu ən krupno holderlərimiz bizim 2 balinadır, məsələn, birində 2,79%-dir, yəni 27 milyon 900 min tokeni var. Hətta bu cüzdanlara baxsasınız, gəlsək, əgər biz burada qarşısında bu işarəni klik etsək, bu deyəsən 2 aylığı göstərəcək, yəni, yoxsa ki, bir dəqiqə. Bəs bu. Baxın, bu balinanın özünü götürsək, ikinci yerdə dayanan. Görün, haralarda alandır. Baxın, necə ala-ala gedibdir, bu hissələri, bu hissələri, bu hissələri. Yəni, onun orta giriş qiyməti, buradır. Nə qədərdir bu? 6-5 milyon aralığı. Bu özü heç gəlirdə deyil və o vaxtdan bəri hold edir, saxlayır. Əgər biz gəlib onun kaşlokuna da ayrıca blockchain-də açıb baxsaq, kifayət qədər iri bir məbləğlərdə tokenlər görəcək. Yəni, hiss olunur ki, başı çıxan adam. Xaricidir bu ikisi. Daha sonra, məsələn, gəlir digər üzvlərimiz. Deyək ki, bax, ən kruplu, ən iri sayda token bu insandadır. Yəni, 27 milyon, 28 milyon tokeni var. Hal-hazırda bu satsa, mənim dostlarım, bu gəlib qrafikdə bilirsiniz nə eləyəcək? Maksimum eləyə biləcəyi bir şey, bax, bir dənə beləncə düşüşdür. Vəssalam. Başqa heç nə. Amma ki, birjalarda listing olunan əvvəlcədən tokenlər, həmin o layihələr, komandanın əlində deyənə supply, onlar manipulyasiya edə bilirlər. Budur, Citionun əsl fərqi multisezon gedə bilməyi. Yəni, bir nəfərin əlindədir, cəmiyyətin əlindədir. Bu səbəbdən nə mən, nə digəri, nə başqası, heç kim manipulyasiya eləyə bilmir qiymətlə. Başa düşün. Heç kim. Vəssalam. Edənlər artıq ediblər, böyük, iri sayda faiz dərəcəsində tokenləri sahib edilər, satıb çıxıblar. İçi mən qarışıq. Mənim 7 cüzdanım var, hamısı bəllidir bizim qrupda. Ümumilikdə nə qədər tokenim var. Hamı görür, hamı bilir nə var, nə yox. Mən görürəm digərlərinki nə var, nə yox. Nə mən buna təsir edə bilirəm, nə də digərləri. Və bu səbəbdən dolayı ala-ala gedirik deyənə, belə bir şey də var burada. Betonlaşmışcasına, necə də görürsünüz, bizim toplama prosesi gedir. Və bunun əvvəli axırı var və bu günü biz gözləyirdik ki, artıq həmin o pullar Bitcoin-dən axacaq, Efirə, Solana'ya, XRP-yə, oradan keçəcək Doja, digərlərindən və daha sonra gələcək həmin bu qeyd etdiyim CTO kult tokenlərə və çox parabolik yüksəlişlər görəcəksiniz. Ümid edirəm, bundan əvvəl başlayanda izah etdiyim bu metodu yadda saxladınız, yəni ki, orderləri yerləşdirdiniz. Bu, ümumiyyətlə, nəsə ticarət pozisiya analizi deyil, sadəcə olaraq belə baş verən hadisədə istifadə etmək qaydasıdır. Əgər ki, bir dənə də fitil verərsə, necə həmin bu pozisiyaları götürüb Mudenglə və yaxud da ki, digər bir meme coin seçə bilərsiniz, hansı ki, Binance Futures da var və volatildir. Belə aşağı-yuxarı uçur. X1 ilə açarsınız pozisiyanızı. Əlavə olaraq siz mənimlə birlikdə ticarət etmək istəyirsinizsə, Azər Trade servisimizə qoşula bilərsiniz. Və bu sezon öncəsi də ki, faydalana biləcəyiniz, həqiqətən də əsl kripto gem olan epileptik haqqında maksimal dərəcədə sizə məlumat verməyə çalışdım. Dəyərləndirin, həqiqətən nəvələrinizə danışacaq bir hekayəniz olmağını istəyirsinizsə, bax bu o layihədir. Mən də, komandam da, cəmiyyətimiz də, biz artıq minlərlə nəfərik. Biz bu layihəni, bu qrupları heç ara qoyub gedən deyilik. Məqsədimiz də multisezonlarla artıq davam etməkdir.
Məqsədimiz yəni ki, bu hansısa bir ilan qurbağa it pişik tokeni deyil ki, mən bunu aldım, qiyməti artdı, satdım, vəssalam, bitdi mənim bununla işim. Biz bunun lideriyik. Biz bunun komandasına çevrilmişik. Bizim hekayəmiz var. Biz gələcəkdə pul da qazananda mənim əzizlərim. Getdik, tokenimiz uçdu, dünya səviyyəsində tanınır. Artıq o yuxarıdan qoşulanlara, o xaricilərə, Amerikanlılar qoşulanda da biz tutalım ki, müəyyən dərəcədə də qazancımızı əldə götürdük, hər öz qərarına müvafiq olaraq. Deyək ki, qiymət düşdü buralara. Yəni, burada market kapa baxmayın, bu sadəcə o misal olaraq göstərir. Bizim qazancımız da var axı, qruplarımız da var axı. Yenidən əlimizdəki qazanclar buradan bir hissəsinə yenidən toplama gedəcək. Və hər dəfəsində o düşən diblər hər dəfəsində artıq yüksələcək. Əgər siz, məsələn, fevralda təsəvvür edin, $1000 epileptik alsaydınız fevralda, bu düşüşlə belə indiki vəziyyətdə sizin $3000 var idi. Təsəvvür edirsiniz? $3000. Yəni, sadəcə olaraq siz bir gözünüzün qarşısına gətirin. Nələrə gedirik? Bu tək mənim əziyyətim deyil, bu bizim cəmiyyətin əziyyətidir. Bu hər gün səhərdən axşama kimi əmək göstərən üzvlərimizin əziyyətidir. Böyük bir komandayıq. Bizləri gözü götürməyənlər çoxdur. Bu işdən əksər hallarda anlayışı olmayanlardır və yaxud da ki, elə bilib ki, nəsə bunu aldım, bu dəqiqə uçacaq, bu sənə $1 milyon verəcək, $100 qoy bura, $1 milyon qazanacaqsan düşüncəsinə gəlib o $100-ı, $30 düşəndə satıb məni günahkar hesab edənlərdir. Və yaxud da ki, bir çox klonlar var ki, YouTube-da, sosial şəbəkələrdə, fərqli obrazlardır bunlar. Hərəsi mənim haqqımda bir hekayə danışır və bu çox sevindirir məni, çox sevindirir. Deməli, səsimiz hər yerə çatır. Səsimiz hər yerə çatır və nə qədər çox bizim haqqımızda danışılsa, istər yaxşı, istər pis, ən əsas da odur ki, bizim məqsədimiz bəllidir, bizim planlarımız bəllidir. Bizə yalnız və yalnız faydalıdır. Həmin o obrazların da dediklərinə də qulaq asın. Həmin o, necə deyim, intellektin nirvanasını yaşayan şəxslərin dediklərini də bir analiz edin. Daha sonra gəlin, mənim sizə göstərdiklərimi də bir analiz edin. Ondan sonra sakit oturun, özünüz öz düşüncənizlə, özünüz öz fikrinizlə qərar verin. Hansı tərəfi seçmək istəyirsiniz? Burada, yenə deyirəm, mənim özümün cüzdanları ən yuxarıdan alan mənəm. Çünki ən birinci mən girmişəm bu layihəyə, sonra milləti çağırmağa başlamışam. Və elə də gətirdik həyat, biz bunun liderinə çevrildik. Mən əgər satmıramsa, ay axmaq, sən niyə satırsan? Adama deyərlər. Ya, bu layihənin lideri etmədiyini sən niyə axı edirsən? Ağıllısan məndən. Təki, mən istəyərəm olasan və məndən də çox ağıllılar var bizim cəmiyyətdə. Elə bacarıqlar var ki, o insanlarda olan bacarıqların digərlərimizdə yoxdur, məndə yoxdur. Məndə elə imkanlar, bacarıqlar var ki, digər dostlarımızda yoxdur. Biz bunların hamısını birləşdirib, bir araya gətirib, hər gün yeni bir imkan ortaya çıxardırıq. Hər gün NFT kolleksiyamız gəlir, game kolleksiyamız gəlir, shopumuz bu yaxınlarda açılacaq. Həmin o NFT-lərdən gələn gəlirlərimizi hər ay biz airdrop edəcəyik holderlərə. Həmin o Shopify platforması üzərindən öz brendimizi başlayırıq. Həmin o gamelərdən əldə etdiyimiz gəlirlərin böyük bir hissəsini paylayacağıq biz xüsusi qrupumuzda olan holderlərə, kimlərin ki NFT-ləri var. Bu, həyatımızın bir parçasıdır. Necə ki, bu cəmiyyət əziyyət çəkir, gündəlik olaraq öz enerjisini sərf edir, öz vaxtını, dəyərli vaxtını, öz biliklərini, öz barcılığı. Eləcə də mən maks dərəcədə öz resurslarımı xərcləyirəm ki, biz Azərbaycandan çıxan ilk və dünya səviyyəsində tanınan nömrə 1 kripto cəmiyyətlərdən biri olaq və artıq olmuşuq. Nəinki dünya tarixində, Azərbaycan tarixində, dünya tarixində kult yaratmaq, ümumiyyətlə çevrilib bir kult olmaq cəmiyyət kimi kriptoda. Kultus sözündən əmələ gəlir. Google-da axtarıb baxa bilərsiniz. Ümumiyyətlə, kripto kultları oxuya bilərsiniz, nə deməkdir? Möcüzədir. Yadda saxlayın. Möcüzə. Bunu mümkün deyil ki, pulla yaradasınız. Yadda saxlayın. Mümkün deyil. Sən heç vaxt gedib pulla bu qədər insanı tutub deyə bilməzsən ki, sən artıq bu ailənin parçasısan. Əgər ki, o insan sənə diblərdə qoşulmursa, səninlə birlikdə əziyyətləri keçmirsə, sənin planlarının bir parçası olmursa, özünü orada tapmırsa, öz əməyini orada artıq
vermək imkanı yaranmırsa və bundan həzz alaraq həqiqətən də həyatda bir məna kəsb etdiyini dərk etməyə başlamırsa, mümkün deyil o hansısa tokenin gəlib bir parçası olsun ruhən. Pepe Coin'in gəlib parçası ola bilərsiniz, hə? Yoxsa ki Dogecoin'in, yoxsa ki nə bilim, hansısa bir Pşikoin'in, yox. Lideri göz qabağında olan, yadda saxlayın, kultun həmişə lider olmalı, göz qabağında olan, cəmiyyəti göz qabağında olan, real sifətlərini göstərən, skamerlər olmayan, hansısa orada NFT şəkli, meymun qurbağa şəkli qoyub, yalancı profillər istifadə edən yox. Layihə barmaqla sayılan qədərdir, yadda saxlayın, barmaqla. Vəssalam. Bu imkanı istifadə edin, bu nəinki sizin, mənim, hamımızın, bizim gəncliyimizin, bizim hazırda Azərbaycanımızın gələcəyi qismində formalaşan ağıllarımızın imkanıdır ki, istifadə edin. Göz öndədir hər şey. Gələn görüşlərə dək özünüzə